ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı qiyamətgahının təhlükəsizliyi ərazisinə girən bir kişinin güllələnərək öldürülməsi Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda qaldığı otelin mühafizə zonasına soxulanlara qarşı tədbirləri bir daha gündəmə gətirib. ABŞ məxfi xidmətinin məlumatına görə 20 yaşlarında olduğu düşünülən kişi iqamətgahın şimal darvazasının yaxınlığında görülüb. Xidmət əməkdaşları şəxslər şübhələndikləri üçün onu dərhal zərərsizləşdiriblər. Məlumatda həmçinin qeyd edilir ki, həmin vaxt Tramp Mar-a-Laqodakı iqamətgahında deyil, Ağ Evdə olub. Qeyd edək ki, fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan prezident İlham Əliyevin qaldığı otelin mühafizə olunan ərazisinə xaricdə yaşayan bir neçə azərbaycanlı daxil olub. Onların sözü gedən ərazidən çıxarılması və mühafizə zonasının qorunması üçün ABŞ polisinə Azərbaycan prezidentinin mühafizə xidmətinin əməkdaşları da dəstək göstərib. Azərbaycanlı mühafizəçilərin mühafizə ərazisinə yenidən girməyə çalışan və təhqirlər yağdıran şəxslərə fiziki təzyiq göstərməyə məcbur olduğu məqamların isə demokratiyaya zidd olduğu təəssüratının yaradılmasına çalışılır. Zəruri olaraq əlavə edək ki, həmin vaxt prezident İlham Əliyev nəinki oteldə olub, həmçinin səfər proqramına uyğun olaraq həmin ərəfədə oteldən çıxmağa hazırlaşırmış.